15-ci testə baxırıq. Ədəbi hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Xronoloji ardıcıllıq deməli bizim açar sözümüzdür. Birinci, türk şeir janrı olan ilk tuyğun nümunələrinin yaranması. Tuyğun ilk nümunələri Qazi Bürhanəddin 14-cü əsr. Faciə janrında ilk əsərin yazılması Müsbəti Fəxrəddin 19-cu əsrin sonları 1896. Ana dilində ilk epik poeziya nümunəsi Dastan Əhməd Haramidi 13-cü əsr. İlk komediyanın yazılması Molla İbrahim Xəlil Kimyagər 1850, yəni 19-cu əsrin ortaları və satirik poeziyanın ilk nümunələrinin yazılması bu da Qasım bəy Zakirə aiddir, yenə 19-cu əsrin əvvəlləri. Əvvəlinə aiddir. İndi biz asan tez işləmək üçün necə başlayırıq? Ən qədim olan deməli 3-dür. 13-cü əsr. Ona görə 3 ilə başlayan variantlara baxacağıq. 3 ilə başlamayan variantları atırıq. A kənarlaşır, D kənarlaşır. Sonra sona baxırıq. Sonda deməli ən gec olan faciə janrıdır. 19-cu əsrin sonları 1896-cı il. Ona görə sonda ardıcılıqda 2 dayanmalıdır. Sonda 2 olmayan variant atırıq. 2 sonda yoxdur. E variantında E kənarlaşır. 2 variant arasında işləyirik B və C. B-də 3-1, 5-4, C-də 3-1, 4-5. Yəni 3-1 eynidir, 5 və 4-ün yerinə baxırıq. 5-4 yoxsa 4-5. 5 satirik poeziyadır, bu 19-cu əsrin əvvəlləridir. 4 isə ilk komediyadır, bu 19-cu əsrin ortalarıdır. Deməli, satirik poeziya daha əvvəldir deyə 5 sonra 4 olan variantı götürməliyik. C variantında 5-dən əvvəl 4 var. 4-ə görə deməli C kənarlaşır. Və deməli düzgün cavabımız qalır B variantı.